İqtidar dövlət məsələlərinin hamısının özünün əlahiddə vəzifəsi kimi başa düşür. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Məsələn, Amerika Konqresində dövlət büdcəsi ancaq respublikaçılar müəyyən edir. Orada demokratlar da var. Dünyanın hansı ölkəsində müxalifət ümumiyyətlə dövlətin idarə olunmasından bu dərəcədə kənarda saxlanır. Biz sənə nə deyirik? Hakimiyyətdəsən, laf yaxşı. Deputatsan 5 dəfə olubsan, 5 dəfə də olur. Amma ən azı imkan ver bir cəmiyyətin inkişafı ilə bağlı fikirlərimizi, ideyalarımızı deyir. Ən problem Azərbaycanda seçki saxtakarlıq deyir. Problem Azərbaycanda Azərbaycanın inkişafı ilə bağlı verilən ideya və təklifləri göz ardı edilməsidir. Kənarda saxlanmaz. Məsələn, bu Salih müəllimə 10 dənə adam ayırıb, tutaq ki, onları da kifayət qədər Azərbaycanın yeni bir modeldə inkişafına istiqamət nə qədər böyük bir problemidir ki. O səndən pul istəmir, vəzifə istəmir. Çox üzr istəyirəm Sərdar bəy, müdaxilə elədiyimə görə yazıda saxlayın fikrinizi. Məsələn, bax, sizə mən dedim də, siz dediniz, mən də dedim, rəqəmlərdir. Ki, bugün 13 ildə artıq heç bir dəyişiklik yoxdur. Biz öz həyatımızdan bilirik. Azərbaycan iqtisadiyyatı yerində addımlayır. Yaxşı, bir 13 ildə bu sistemlə gedir. Hətta iqtisadi addımlayır, elmimiz də addımlayır. Bəli, sayəmiz də, hər şey öz. Hər şey. Yaxşı, bu 13 ildə bu sistemlə gedir. Bəli. Nəticə nə olacaq? Bundan artıq olacaq. Yox, fəsadlara mənə gəlir. Yeni tələblər meydana çıxır. Bu sənin hakimiyyətinə qarşı olacaq. Bəli. Amma Salih müəllimin dediyi ilə belə deyək, razılaşsan, heç ona iş də lazımdır, vəzifə lazımdır. Gəlsin, bir otursun, bir yeni sistem qursunlar. Niyə sən Singapurun hakimiyyəti olmayasan, Azərbaycanın o uçuruma düşən dövlətinin o başqa məsələ. Məsələn, Deng Xiaoping kimidir? Deng Xiaoping kənar bir adam idi, amma bugünkü Çinin müəllifi Deng Xiaoping. Vacib deyil ki, Azərbaycanı inkişaf elədiyin adam mütləq hakimiyyətə təmsil olacaq. Azərbaycanda biz onu da heç olmasa iqtidar qəbul eləməliyik, hakimiyyətdə olmayan insanların ideyalarından istifadə eləsin və yaxud da onları ictimai qaydada proseslərə cəlb eləsin. Yoxsa bu yolla hakimiyyətdəki onunla heç bir iş görə bilmir. Göz qabağındadır vəziyyət. Başqalarının da fikirləri qəbul olunmur. Müxalifət, vətən xaini, iddiam olunur. Bəs biz hara gedirik? Əsas məsələ budur. Hara gedir?